Yadındadır, sənə Bəbirlə bağlı bir hekayə danışmışdım. Ha. Həmin qız Xavərdir. Saniye bir dəqiqə. Hə, Buna görə içəridə yatmısan da onda sən. hə Qədir, hə. Bəs yaxşı qarşılığında nə qazandın? Heç nə qazanmadım. Əksinə itirdim. Talih elə yenə də məni öz zərbələrini vurur. Əvvəlcə ailəm, sonra o sevgim, sonra sən, sonra qızım, sonra o qız Nigar. Nigar? Hə, Onun buna nə dəxli var? nə təxli var? Nigar Bəbirlə Xavərin qızıdır. Nə danışsan? Necə yəni? Bax belə. Day, hər şeyi qoydum bir qırağa. Bu Nigar məsələsini məndən necə gizlədə bilərsən ki? Qədir, mən qorxdum. Nədən? Qorxdum ki, Bəbirin qisasını qızından alarsan. Başa düşmədim. Sən mənim belə biri kimi tanımısan? Hə? Ay Qədir, insan nifrətinin sərhəddi yoxdur. Bilmədiyim başqa nə var? Başqa heç nə yoxdur. İndi mən sənə necə inanım, balıqçı? Qədir, bax bu sənin öz seçimindir. Kimə inanıb, inanmayacağın sənin öz seçimindir.